Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefkahu kavli amma ba'd. İlk önce Allah Subhanahu ve Teala hamd edirik ki Allah Azza ve Celle bizi daha bir bayrama Allah Azza ve Celle bizi yetiştirdi. Ve Allah Azza ve Celle'den istirik ki Allah Azza ve Celle daha hayırlı bayramlara Allah bizi yetiştirsin. Hakikaten de Müslümanlarla beraber olmak, Müslümanlarla beraber bir hayır işte olmak, Müslüman kardeşlerinle beraber saf tutmak, onlarla beraber bayram namazı kılmak, bu nimetin qədrini, yalnız bu nimeti itiren insanlar daha yaxşı anlayırlar. Ki əldən belə bir nimət çıxdıqdan sonra insan anlayır ki Allah Subhanahu ve Teala ona necə böyük bir nimət vermişdi. Və lakin insan nimətin içərisində olanda çox zaman o nimətin qədir qiymətini bilmir. Elə bilir ki, elə həmişə belə olmalıdır. Lakin biz şahid oluruq, görürük ki insan nimətin qədrini bilməyəndə o nimət günü-gündən insanın əlindən azala-azala gedir, sıxışa-sıxışa gedir və günün biri gəlir ki Allah Azza ve Celle həmin insanları o xeyrə bir daha muvaffaq etmir. Ona görə insan Allah Azza ve Celle'nin verdiyi nimətləri görməlidir və o nimətlərə şükür etməlidir. Və lakin biz görürük, şahid oluruq ki bizlər bir çox şeyləri itirdiyimiz kimi itirdiyimiz ən mühüm olan, həyatda bizə lazım olan, Allah Azza ve Celle qulluq etdiyimiz zaman bizə lazım olan şey hansı ki nəfslərimizə baxdığımız zaman, nəfslərimizə şahid olduğumuz zaman görürük ki nəfslərimizdə, ətrafımızda olan insanlarda sadəcə bu dedikləri Müslümanlara aid olan şeylər deyil. Bütün insanlığa baxdığımız zaman bir azğınlıq görürük və insanlarda bir azğınlıq görürük. Yəni biz bu kafirləri anladıq. Bunların Allah'a verəcəkləri bir hesabı olmadıqlarını zənn edirlər. Onlar zənn edirlər ki, Allah ilə qarşılaşmayacaqlar. Onlar zənn edirlər ki, Rəblərinə qovuşmayacaqlar. Bunların əzabı da ayrıdır, bunların hesabı da ayrıdır. Bəs biz Müslüman olan insanlar, biz Allah Azza ve Celle'nin önündə dayanıb hesab verməyə, hesab verəcəyimizə inanan insanlar necə bir şəkildə həyat yaşamalıyıq? Biz nədən dolayı Allah Subhanahu ve Teala'nın bizə qadağan etmiş olduğu şeyləri çox rahat edir? Allah'ın bize fərz etmiş olduğu şeyləri isə, Allah Azza ve Celle'nin bize fərz etmiş olduğu şeyləri isə Allah'ın istədiyi şəkildə bəzən yerinə yetirə bilmirik. Çünki bizlər unutduq ki, bizim Rəbbimiz Əl-Həsib olan Allah'dır. Əl-Həsib nə deməkdir? Qullarını hesaba çəkən Allah. Allah Subhanahu ve Teala qullarını hesaba çəkəcək. Və Allah Azza ve Celle öz əzəmətli kitabında bunu onlarca ayətdə Allah Azza ve Celle bizə xəbər verib. Və qiyamət günü hesab bir neçə formada olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşə anamızla arasında olan bir diyalog var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kimin ki hesabı münaqəşə hesabı olacaq, yəni kimin ki hesabı tək-tək hesaba çəkiləcək, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o həlak oldu. Onda Ayşə anamız deyir ki, ey Allahın Resulü, məgər Allah Subhanahu ve Teala öz kitabında demirmi ki, فَاِنَّ اللّٰهَ سَرَيْءُ الْحِسَابِ onların hesabları surətli olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey Ayşə, o hesabı asanlaşdırılmış olanlardır. O artıq hesabıdır. Ki onların hesabı asan da olacaq. Onlar tək-tək hesaba çəkilməyəcəklər. Onlar umumən hesaba çəkiləcəklər. Lakin etmiş olduqları 10 əməl varsa, 3'ü sorğu-sual olunacaq, gerisi keçiləcək, gerisi onlar əfv ediləcək. Onların hesabı surətli olanlar da onlar məhz onlardır. Fəqət Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kimin hesabı tək-tək hesaba çəkilərsə, bir ləfizdə deyir ki, ona əzab toxunacaq. Başqa bir ləfizdə isə deyir ki, o həlak oldu. Kim ki tək-tək hesaba çəkilsə, aleyhissalatu vesselam deyir ki, o həlak oldu. Ona görə sələfdən birisi deyir ki, qorxuram ki, deyir, qiyamət günü məndən soruşulsun ki, sən falan vaxtı falan şeyə təbəssüm etmişdin. Niyə təbəssüm etmişdin? Və o zaman deyir, mən həlak oldum deyir. O zaman mən həlak oldum. Demək ki, qiyamət günü hesab iki cürdür. Bir, hesabı şədid olanlar var. Hər şeydən hesaba çəkilirlər. Təsəvvür et ki, elə bir şey yoxdur ki, buraxılmasın. Elə bir şey yoxdur ki, onun üzərindən keçilməsin. Məgər belə bir qul həlak olmasın? Məgər belə bir qul həlak olmadı? Yəni, dünyalıq bir işdə səni birisi qarşısına alıb tək-tək hesaba çəksə,
etdiyindən, baxdığından, baxmadığından, vallahi hesabı, dünyalıq hesabın altından qalxa bilmirik. Bəs aləmlərin Rəbbi olan Allah subhanahu və teala bizi qarşısına alıb, dəqiqə-dəqiqə, saniyə-saniyə, gün-bə-gün, həftə-həftə, ay-ay Allah subhanahu və teala bizi hesaba çəksə, gördüyümüz hər bir şeydən, eşitdiyimiz hər bir şeydən, danışdığımız hər bir şeydən Allah bizi hesaba çəksə, bizim üçün bir qurtuluş ola bilərmi? Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahın rəsulu, Allahın dostu, Allah azza və cəllə onu özünə sevimli etmişdir. Allah azza və cəllə onu özünə dost etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir. Deyir ki, Allahümmə həsibni hisabən yasirah. Ey Rəbbim deyir, mənim hesabımı asan olan hesablardan et. Təsəvvür elə Peyğəmbər sallallahu aleyhi və səlləm. Allaha dua edir ki, mənim hesabımı asan olan hesablardan et. Çünki hesab çətindir. Hesabın şiddəti, hesab elə-belə bir hesab deyil. Hesaba çəkən dünyada aciz bir insan deyil. Dünyada səni kim hesaba çəkirsə çəksin, sonuc nədir? O hesabdan sonra ayrılacaqsan ondan. Ən şiddətli sənə verəcəyi bu dünyada cəza nədirsə odur. Səni töhmət altında buraxar, səni təhqir eləyər, səni söyər və s. Amma Allahın hesabı belə deyil. Allah azza və cəllənin hesabı çətindir. Necə Allah azza və cəllə buyurur ki, İnnə bətəşə rabbikə ləşədid. Sənin Rəbbinin yaxalaması şiddətlidir. Sənin Rəbbin elə-belə yaxalaması yoxdur. Elə-belə olmayacaq. Kimlər üçün? O kəslər ki, onlar tək-tək hesaba çəkiləcəklər. İndi biz nəfsimizə baxdığımız zaman, düşündüyümüz zaman, biz həqiqətən də hesabı asanlaşdırılmış olanlardanıq, yoxsa hesabı çətin olanlardanıq. Sələf qorxurdu. Sələf bu duruma düşməkdən, bu halda olmaqdan qorxurdu. Sən təsəvvür et ki, Osman radiyallahu anhunun fəzilətindən danışmağa ehtiyac var. Osman radiyallahu anhu o kimsə ki, mələklər ondan həya edir. Belə bir kimsə. Cənnətlə müjdələnib. Mələklər ondan həya edir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sadiq dostu deyir ki, mən deyir, əgər cənnətlə cəhənnəm arasında qalsam və hansına gedəcəyimi bilməmişdən öncə həlak olmağı tərcih edərəm, deyir. Təsəvvür elə, hansına gedəcəyimi deyir, bilməmişdən öncə həlak olmağı tərcih edərəm. Yenə sahabədən başqa birisi deyir ki, hesabı düşünür və deyir ki, kaş ki, deyir, qonşumun, deyir, qoçu olaydım, deyir. O məni kəsəydi və mənim ətimdən yiyərdi, deyir. Və mən, deyir, yox olub gedərdim. Sonra başqa birisi deyir ki, kaş ki, deyir, mümin bir qulun bədənində tük olsaydım, deyir. Yəni, olmasaydım, yox olsaydım, bu hala gəlməsəydim. Hansı ki, bu adamlar ya sahabədir, ya tabiindir, xeyirli insanlardır. O kəslər ki, Allah azza və cəllə qulluqları necə də şədid olub, necə şiddətli olub, necə Rəbləri ilə bağları qüvvətli olub. Buna rəğmən hesabdan qorxublar. Buna rəğmən Allaha verəcəkləri hesabdan qorxublar. Necə qorxmayasan ki, səni hesaba çəkən aləmlərin Rəbbi olan Allahdır. Necə qorxmayasan ki, səni hesaba çəkən, sənin həyatına şahid olan Allahdır. Səni şahiddir. Sənin bədənin, sənin üzvün, hər bir şeyi qiyamət günü danışdırmağa qadir olan Allahdır. O günü insan deyəcək, nə üçün əleyhimizə şahidlik etdiniz? Onlar deyəcəklər ki, hər şeyi danışdıran Allah bizi də danışdırdı. Yəni, belə bir Allahın önündə. Necə Allah azza və cəllə buyurur ki, يَعْلَمُ خَائِنَةَ الْأَعْيُونِ وَمَا تُخْفِ الصُّدُورِ. Allah gözlərin xaincə baxışını və sinələrdə nələrin gizləndiyini bilir. Sən belə bir Allahın önünə gedəcəksən. Sən belə bir Allahın önündə hesaba çəkiləcəksən. Mən sənin gözünün içinə baxdığım zaman sənin xain olduğunu bilməyə bilərəm. Sənin sinələrdə وَمَا تُخْفِ الصُّدُورِ. Sinələrdə olanı Allah bilir, biz bilmirik. Burada oturan, mən, içi qarışıq, hər birimiz. İçimizdə nələr var? Nə üçün buradayıq? Niyə müslümanlarla bərabərik? Niyə müslümanlarla otururuq, dururuq, saf tuturuq? Allahdan başqası bilmir. Niyə bir-birimizə yardım edirik? Allahdan başqası bilmir. Amma ya'lamu xa'inatal a'yuni və ma tukhfis sudur. Allah gözlərinin o xaincə baxışını bilir. Sinələrdə gizlənənləri bilir. Allah bilir, biz bilmirik. Və sən belə bir Allahın önündə hesaba çəkiləcəksən. İnsan bu hesabı düşündüyü zaman necə ola bilər ki, bu hesabı bildikdən sonra, bu hesabı təfəkkür etdikdən sonra rahat necə gəldi bir həyat yaşasın. Valideynin üzünə ağ olsun, ev əhlinə zülm eləsin, övladına zülm eləsin, ticarət eləsin, Allahsın. Belə bir şey ola bilər. Hesaba, həqiqi mənada iman edən, hesabı, kitabı bilən, Allahın önündə dayanacağını bilən insan necə ola bilər ki, belə rahat bir həyat yaşasın? Hesab verməyəcəkmiş kimi, o kafirlər kimi bir... Kafirlər niyə elə rahat yaşayırlar? Çünki onlar düşünürlər ki, onlar heç bir hesab verməyəcəklər. Nə varsa bu dünyada da ona görə rahat yaşayırlar. Bu günləri biz niyə bu hala düşdük? Nədən dolayı bizim halımız bu haldadır ki, biz ticarət etdiyimiz zaman rahat yalan danışa bilirik. Biz birinin qızını əmanət aldığımız zaman onu rahat bədbəxt edə bilirik. Övladımıza zülm edə bilirik, iş yoldaşımıza əziyyət edə bilirik. Müslüman müslümana pul ata bilir, çox rahat. Düzdür? Niyə görə hesabı unudub? Allahın önündə dayanacağını unudub. Allaha verəcək hesabı unutduğuna görə bu hala düşür insan. Amma insan bilsə ki, Allah azza və cəllə hesab verəcək və hesab da bəsit hesab olmayacaq. Elə bir hesabdır ki, elə bir tərəzidir ki,
Allah Azza və Cəllə o tərəzini quracaq. Elə bir tərəzi quracaq ki, orada zərrə qədər olan şeylər tərk edilməyəcək. Zərrə qədər. Allah Azza və Cəllə deyir ki, kim zərrə qədər şər eləsə, orada tapacaq. Kim zərrə qədər xeyir eləsə, onu da orada tapacaq. Elə bir şey ola bilməz ki, insan bu dünyada xeyir eləsin, getsin ki, yoxdur orada. Yazılmayıb, mələklər yazmayıblar. Və yaxud da şər eləsin, kiçik, böyük fərqi yoxdur. Getsin, görsün ki, yoxdur, yazılmayıb. Elə bir şey yoxdur. Və vudi əl-kitab, kitab onların önünə qoyulacaq. Mücrim olanların bir halı var. Fətərəl mücriminə müşfiqinə mimmə fih. Onlar orada görmüş olduqları şeylərdən qorxuya qapılacaqlar. Kimlər? Günahkar olan insanlar. Dəftərlərinə baxacaqlar, onları bir qorxu bürüyəcək. Sonra deyəcəklər ki, Məli həzəl kitabi la yuqadiru səğirətən və la kəbirətən illə əhsahə. Bu necə bir kitabdır ki, heç bir şey bıraxmayıb, heç bir şey. Yəni günahkarı bir qorxu bürüyür və o kitaba təəccüb edir. Bu necə bir kitabdır ki, heç bir şey bıraxmayıb. Kiçik, böyük, hamısı o dəftərin içərisindədir. Hamısı o kitabın içərisindədir. Və Allah Azza və Cəllə o insanların halını xəbər verir. Və yəqulunə yə veylətənə. Onlar deyəcəklər ki, veyl olsun bizə. Ya artıq bitdi. Bu kitabı gördükdən sonra insanın qurtuluşu ola bilər. Artıq bizim üçün bitdi. Vay olsun deyəcəklər bizim halımıza. Onlar bu duruma düşdükdən sonra, onlar bu durumu bildikdən sonra Allah Azza və Cəllə buyurur ki, وَوَجَدُوا مَا عَمِلُوا حَادِرًا. Onlar əməllərini önlərində hazır görəcəklər. Yəni, Rabbin kimsəyə də zülm etməyəcək. Yəni, elə bir kimsə olmayacaq ki, ona haqsızlıq edilsin. Elə bir kimsə olmayacaq ki, o etmədiyi şeydən dolayı hesaba çəkilsin. Etmədiyi şeydən dolayı ona zülm edilsin. Allah Azza və Cəllə deyir, heç kimsəyə zülm edilməyəcək. Amma insanlar əməllərini önlərində hazır görəcəklər, hazır. Allah Azza və Cəllə bir tayfa insanın yeni halını xəbər verir. يَوْمَ يَنْزُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَهُ. İnsanlar o gün Allaha nə təqdim etdiklərini izləyəcəklər. Əlləri ilə Allaha nə təqdim etdiklərinə baxacaqlar. Dünyadan Allah Azza və Cəllənin önünə nə göndərdiklərinə baxacaqlar. Və yəqulul kafiru ya leytəni kuntu turabə. Və kafir olan kimsə deyəcək ki, kaş ki torpaq olsaydım. Kaş ki torpaq olsaydım. Bu hesab kafirlər üçün olduğu kimi möminlər üçün də belə bir mənzərə var. Onlar əməlləri ilə qarşılaşacaqlar. Onlar Allaha etmiş olduğu, Allaha nə təqdim etmiş olduqlarına baxacaqlar. Bu dünyada xəfifə aldığımız şeylər, bu dünyada bizə kiçik gələn şeylər hamısını o gün insan o dəftərdə, o kitabda görəcək. Məsələn, örnək verəcək olsaq, valideyn bəzən insanı çağırır, övladını dəvət eləyir, heç bir şey eləməyə ehtiyac yoxdur. Uf da demirsən, yəni təhqir də eləmirsən, pis söz də demirsən. Sadəcə özünü çevirib çıxıb gedirsən. Və yaxud da deyirsən ki, yenə başladı. Düzdürmü? İnsan gedəcək, görəcək ki, o kitabında ona günah olaraq yazılıb. Təsəvvür elə. Bu dünyada xəfifə aldığın, boş baxdığın, önəmsəmədiyin bir şey Allah qatında çox əzəmətli ola bilir. Və ya bu dünyada valideyn səndən narazıdır. Valideyn səndən bir övlad olaraq səndən razı deyil. Belə bir halda Allaha qovuşmaq, məgər qorxulu bir qovuşmaq deyil. Nəyə görə bunu misal olaraq deyirəm? Mən şahid oluram, görürəm ki, əksər müsəlmanların valideynləri o müsəlmanlardan razı deyil. Əksər müsəlmanların valideynləri o övladlardan, o müsəlman övladlardan razı deyil. Belə olduğu halda sən Allaha bu əməllə qovuşsan, məgər bunun hesabı olmayacaq? Təsəvvür et ki, Allah qatında valideyn o qədər əzəmətli bir şeydir ki, Allah Azza və Cəllə din xüsusunda onlara itaat etmədir. Bizə bir sınır bəlirləyir. Lakin dünya işlərində onlara itaat etdir. Sonra Allah Azza və Cəllə bizə valideynimizlə olan münasibətdə onlara uf belə demədir. Uf belə. Yəni, bıraq üzünə adboy verməyi, bıraq üstünə qışqırmağı, bıraq ona başqa sözlər deməyi. Allah Azza və Cəllə deyir ki, ona uf belə demə. Alimlər deyirlər ki, ufdan daha xəfif bir şey olsaydı, o da zikr edilərdi. Ufdan daha xəfif bir şey yoxdur. Uf nədir? Valideyn sənə bir söz deyir, uf eləyib üzünü çevirirsən. İnsana günah olaraq yetir. Ola bilsin ki, sənə bundan dolayı əzab toxunsun. Allah Azza və Cəllə səni bağışlamasa, sənə bu halından dolayı əzab toxuna bilər. Bax, insan kiçik görmüş olduğu şeylər qiyamət günü getdiyi zaman necə böyük bir hala çevrilir. Və insan zövcəsinə zülm eləyir. Allahın ona əmanət etmiş olduğu bir qadına Allah Azza və Cəllənin əmanətinə zülm edir. Bəsiti alır, təhqir edir, düzdür? Məsələn, deyir, sənin yerin kuxnadır, deyir. Sən deyir, çox ağıllı danışma. Nə bilim, sənin yerin deyir, evdir. Sənin yer təhqirə keçir, küsümsüyür. Nə qədər insanlar var belə, zövcələrindən şikayət gəldiyi zaman nə deyirlər? Deyirlər ki, hörmət yox, sayğı yox. Elə bir ki, küçədən keçən bir adamla danışır. Belə bir adam qiyamət günü baxacaq o kitabına ki, nə ilə qarşılaşıb. Düşünmür, bu dünyada insan düşünür, zövcəsinə dediyi sözü, övladına istehza eləməyini, övladına bir şillə vurmağını, insanların içərisində kimisə pərt eləməyini hesaba qatmır. Amma hesaba qatmadığımız şey bir gün önümüzdə olacaq. O gün hesaba qatılacaq.
Vay o günə ki, insanın hesabı tək-tək hesaba çəkilsin. İnsan o gün həlak oldu. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir. Ona görə insan Allah subhanahu və teala'dan qorxmalıdır. Ağzımızdan çıxan elə bir kəlmə yoxdur ki, yazılmasın. Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid. Elə bir tələffüz edilən şey yoxdur ki, onu yazmaq üçün hazır duran mələklər olmasın. İnsan ağzından nə çıxardırsa, mələklər onu qeydə alır. Hətta sələfdən birisi deyir ki, mən deyir, xəstələndiyim zaman ınıltı, ağrı, o sızı ki, ağrının sızısı ki var, onun səsini çıxartmaqdan deyir, həya edirəm ki, dəftərimə düşəcək deyir. Qiyamət günü onunla qarşılaşacam deyir. Təsəvvür elə nələrə diqqət eləyiblər. Onlar bir səs çıxarmaqdan qorxublar. Baxırsan ki, nə səs? Bizdə nə səslər var, nə nəmmamlıqlar var, nə qeybətlər var, nə ağ olmaqlar var valideynə. Nələr yoxdur ki bizdə, subhanallah. Onlar səsdən qorxublar, səs. Sələfdən birisi deyir ki, mən deyir, evdən çıxardım, evə dönərdim deyir. Və o gün içərisində danışdığım hər bir şey deyir, mənim əzbərimdəydi deyir. Yəni hesaba çəkiblər özlərini. Necə Ömər radiyallahu anh o deyir ki, hesaba çəkilməmişdən öncə öz nəfsinizi hesaba çəkin. Hesab budur. İnsanın nəfsini hesaba çəkməsi budur. İndi biz baxırıq ki, içimizdə bir narahatçılıq var. Qəlblər ölüb, qəlblər diri deyil. Külək əsir, küləkdən qorxuruq. Qapı çırpılır, qapıdan qorxuruq. Niyə? Səbəb nədir? İbn-i Qeyyim rahimehullah deyir ki, insanın həyatında günahlar var deyir. O günahlar səbəbi ilə insanın qəlbinə qorxu düşür. Günah səbəbi ilə insanın qəlbinə qorxu düşür. Allah azza və cəllə onu cəzalandırır. Nə ilə? Qorxu ilə. İnsan qorxur, hər şeydən qorxur. Nə səbəblə? Günahlar səbəbi ilə. Günahlar insanın həyatında insanı uçuruma aparan, xəbəri olmadığı, bilmədiyi şəkildə insanı həlak edir. Sələfdən necə birisi deyir ki, deyir, vallahi deyir, qorxuram ki, qiyamət günü bilmədiyim şeylərlə qarşılaşım deyir. Yəni, bildiyim günahlarım var deyir. Onlardan istiğfar edirəm, onlar üçün bağışlanma istəyirəm. Bir də var qiyamət günü bir əməl gələcək önümə. Mən deyir, onun günah olduğunu bilməmişəm. Elə bir həyat yaşamışam. Necə bizdə, dedim, misallar verdim, məhşurdur. Təhqir eləmək, valideynin üzünə ağ olmaq, ticarətdə aldatmaq. Adamın biri danışır. Deyir ki, deyir, mən ticarət eləyəndə, danışanda elə ləfizlər qururam ki, deyir, içimdə bilirəm ki, elə deyil. Ağlımı, deyir, başqa cür çevirirəm, eləyirəm ki, ta ki, deyir, qarşımdakı olan adamı inandıra bilim, deyir. Yalan danışmamaq üçün. Yəni, məsələn, bu ağdır. Birinci içimdə inanıram ki, bu qaradır. Ondan sonra danışıram, deyir. Təsəvvür elə nə hala düşüb insan. İnsan Allah azza və cəllənin unudub, Allah azza və cəllə onun sinəsində olanları bildiyini unudub insan. İçində dəyişir, ağlını dəyişir, düşüncəsini dəyişir, insanlara gəlir, ticarət edir. Gör, nə hala düşüb insanlar. Qəlb çevrilib, qəlb dəyişib. Və hesab var. İnsan elə bilir ki, ancaq danışdığından hesaba çəkiləcək. Yox. Allah deyir, biz onların sinəsində olanı bilirik. Allah hesaba çəkəcək. Allah azza və cəllə qarşısını alacaq. O gün hesab çətindir. Əgər Allah subhanahu wa ta'ala insanı qarşısına alıb, onu tək-tək hesab etsə, dedik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o kimsə həlak olur. Allah azza və cəllə öz əzəmətli kitabında buyurur ki, Rəbbinə and olsun ki, deyir, biz onların hamısını hesaba çəkəcəyik. Rəbbinə and olsun ki, biz onların hamısını hesaba çəkəcəyik. Elm əhlindən birisi bu ayəni namazda oxuyur, təkrar bu ayəti təkrarlayır və sonra xoşunu itirir. Çünki onlar Allah azza və cəllənin hesabının nə olduğunu başa düşmüşdülər. Necə yəni biz onların hamısını hesaba çəkəcəyik? Allah azza və cəllə necə bilirsiniz Təkəssür surəsində neymətlər barəsində insanların hesaba çəkiləcəyini bildirir. Yəni insanlar neymətlərdən sorğu-sual olacaqlar. Deyir ki, əgər insan neymətlərdən sorğu-sual olacaqsa, məgər insan günahlardan necə sorğu-sual olacaq deyir. Yəni təsəvvür elə, Allah sənə neymət verib, necə sələfdən birisi bu ayəti təfsir edəndə deyir ki, isti havada soyuq su içmək neymətdir. Deyir, sən bundan da soruşulacaqsan, deyir. Təsəvvür elə, ayətə əsasən neymət verilib sənə, o neymətdən sorğu-sual olunacaqsan. Sələfdən birisi deyir ki, hətta isti havada, günəşli havada, o kölgə ki var neymət idi, o neymətdən sorğu-sual olunacaqsan. Şükrünü eləmirsən, yoxsa yox. Allaha o neymətlə asili eləmirsən, yoxsa yox. Şükür eləmirsən. Təsəvvür elə ki, o neymət haqqında hesaba çəkilirsən. Bəs günahlar haqqında deyir, necə olacaq deyir. Necə məsələ şiddətli olacaq. Ona görə insan hesabı başa düşməlidir. Həqiqətən hesab əzəmətlidir. O gün elə bir gündür ki, qiyamət günü, Allah subhanahu wa ta'ala o günü yevmul həsrə adlandırır. Peşmançılıq günü. O gün peşmançılıq günüdür. O gün elə bir gündür ki, hər kəs peşman olur, hətta müttəqilər, hətta şəhidlər, hətta ən salih olan insanlar peşman olurlar. Niyə? Daha yaxşısını eləyə bilərdik. Allaha daha yaxşısını təqdim eləyə bilərdik. Biz Rəbbimizə daha gözəl qulluq edə bilərdik. Ona görə peşman olurlar. İndi əgər müttəqilər o gün peşman olacaqlarsa, bəs bu günahkarlar, bəs biz günahkarlar, bəs biz Allaha asi olanlar
onların bizim peşmançılığımız necə olacaq? Allah bizi qorusun. Allah Azza və Cəllə bizi qiyamət günü üzü ağ hesab verənlərdən, Allah Azza və Cəllənin hesabını asanlaşdırdığı kimsələrdən etsin. Bismillah, elhamdülillah, və salatu və salamu ala Rasulillah və bə'd. Və dedik ki, Allah Subhanahu və Teala El-Hasib olan Allahdır. Yəni, qullarını hesaba çəkən olan Allah. Bir də bu adın başqa bir mənası daha var. Allah Azza və Cəllə qullarını qoruyandır. Allah qullarına kifayət edəndir. Allah Azza və Cəllə qullarını müdafiə edəndir. Biz baxırıq. Allah Subhanahu və Teala qullarını, Allah Azza və Cəllə qullarına yetərli olandır dedik. Nə ilə? Bu adla. Allah Azza və Cəllə qullarına kifayət edir. Allah Azza və Cəllə qullarını qoruyur. Allah Azza və Cəllə möminlərə yardım edir. Və lakin biz baxdığımız zaman nəfsimizə şahid oluruq ki, dedik axı, günahlar insanı alt-üst edir. Günahlar insanı elə bir hala salır ki, onlar kölgələrindən belə qorxurlar. Onlar, necə İmam İbn Qayyim rahimehullah deyir ki, evdə oturur deyir, evdən gələn adi bir səs onu hürküdür. Hər şeydən qorxmağa başlayırsan. Səbəb nədir? İnsanın etmiş olduğu günahlar. Günahlar səbəbi ilə insanlar qorxaq hala gəlirlər. Baxırıq biz sahabəyə, onlar Allah Azza və Cəllə elə bir şəkildə qulluq edirdilər ki, Uhuddan gəliblər, savaşdan gəliblər, yorğundular, bitkindilər, bir tərəfdən də münafiqlər oynayır. Bir tərəfdən də münafiqlər deyirlər ki, sizin qarşınıza elə bir ordu gəlir ki, dəhşətdilər. Onlar sizə qarşı birləşiblər. Onlar sizə qarşı ordu ilə gəlirlər. Onlar sizi məhv eləyəcəklər. Onlar belə eləyəcəklər. Onlar elə eləyəcəklər, qorxudurlar. Həmin sahabə yorğun, bitkin, əməl üzərindən gəliblər. Allah Azza və Cəllə o sahabənin halını bizə bildirir. Əl-ləzīnə qalələhumun nəsu innən nəsə qad cəməul ləkum fəqşəvhum. Bəzi insanlar gəldilər, deyir, onlara dedilər ki, cəmaat sizə qarşı ordu toplayıb, onlardan qorxun. Allah Azza və Cəllə bu sözün qarşılığında sahabəni bizə bildirir. Fəzədəhum imanən. Onların bu kəlmə, onların imanlarını daha da artırdı deyir. Və onlar dedilər ki, və qalu hasbunallahu və ni'məl vəkil. Allah bizə yetər, Allah bizə həsib olandı, Allah Azza və Cəllə bizə vəkil olandı, o bizə yetər dedilər. Nəyə görə bunu deyə bildilər? O yorğunluğun, o bitkinliyin, o çalışmanın sonucunda bir yorğunluq var, fəqət buna rəğmən onlar dedilər ki, Allah bizə yetər, bu onların imanlarını daha da artırdı. İndi bizə ordu gəlir deməyə ehtiyac yoxdur. Bizə bu dağın arxasında ordu var deməyə ehtiyac yoxdur. Bizə elə belə deyəndə ki, külək var. Külək əsir, baxırsan, görürsən ki, insanlar nə hala gəlirlər. Səbəb nədir? Bu hala düşməyimizin səbəbi nədir? Çünki biz Allah Azza və Cəllə haqqı ilə qulluq eləyə bilmirik. Allah Azza və Cəllə də cəzalandırır. Allah Azza və Cəllə də kölgəmizlə bizi qorxudur. Allah Azza və Cəllə bizi öz kölgəmizlə də Allah Azza və Cəllə bizi qorxudur. Belə olduğu halda bizim üzərimizə düşən şey nədir? Bizim üzərimizə düşən şey Allahdan qorxmaqdır. Necə sələfdən birisi deyir ki, əgər sən Allahdan qorxmasan, Allah Azza və Cəllə səni başqalarının qorxusu ilə cəzalandıracaq. Allahdan qorxmasan, Allahdan başqalarının qorxusu ilə cəzalanacaqsan. Allahdan qorxunu artırmaq lazımdır ki, ta ki dünyəvi imtihanlar gəldiyi zaman, dünyəvi fitnələr gəldiyi zaman insan aləmlərin Rəbbi olan Allaha yönəlib, Allah bizə yetər, o nə gözəl qoruyandır deyə bilsin. Bəzən insan yorulur. Yəni bu sadəcə bizə aid olan bir şey deyil. Nuh aleyhissələmin qissəsinə baxın. Nuh aleyhissalam bir imtihana məruz qalıb, Azza və Cəlləyə dua edir. Ənni məqlubun deyir, ya Rabbi. Fəntasir, mən məqlub oldum, ya Rabbi. Mənə yardım et. Məgər bizim həyatımızda belə anlar olmur? Yorulursan, bitkin düşürsən, imtihanlar üst-üstə gəlir. Deyirsən ki, ya Rabbi, mən yoruldum. Mən məqlub oldum, ya Rabbi. Necə Nuh aleyhissalam da bu şəkildə dua etdi. Mən məqlub oldum, mənə yardım et, ya Rabbi. Biz yenə baxırıq, sahabə. Sahabə də yoruldu. Sahabə ən son bir yerdə gəldi, dedi ki, Mətə Nasrullah, Allahın yardımı nə zamandır? Artıq yoruldular, artıq bitkinliyə düşdülər, artıq yoruldular. Baxın, peyğəmbərlərdən tutmuş sahabəyə qədər onlar yorula bilirlər, biz də yorulacağıq, biz də düşəcəyik. Amma onların etdiyi kimi aləmlərin Rəbbi olan Allaha yönələcəyik. Qurtuluşu yenə Allahda tapacağıq, qurtuluşu yenə Allaha və Rasuluna yönəlməkdə tapacağıq. Sahabə deyəndə ki, Mətə Nasrullah, Allahın yardımı nə zamandır? Ələ innə nasrallahi qarib. Həqiqətən Allahın yardımı yaxındır, deyir Allah Azza və Cəllə. Möminlər bunu bildilər. Möminlər buna iman gətirdilər. Və onlar Allaha və Rasuluna təslim oldular. Həqiqətən də Allah Azza və Cəllənin yardımı onlara yaxın oldu. Onlar sabit qaldılar. Allah Subhanahu və Teala da onların ayaqlarını sabit etdi. Allahın dininə yardım etdilər. Allah da onlara yardım etdi. Biz insanıq. Biz bəzən qorxuya düşə bilirik. Biz bəzən yorula bilirik.
Amma Müslüman olan insan nifaq əhlinin etdiyi kimi Müslümanı qorxuyla hədələməz. Müslümanı qorxuyla qorxutmaz. Allah Azza və Cəllə deyir ki, şeytan dostları ilə sizi qorxutmaq istəyir, dostları ilə. Halbuki bizi qorxudulan insanlara bax, modern olan insanlar dünyanı idarə etdiklərini, dünyada barış sağladıqlarını, bir yerdə savaş olur, bunlar barışdırırlar. Bir yerdə bir şeylər olur, bunlar barışdırırlar. İnsanı bu insanlarla qorxudurlar. Hansı ki o insanlar ki, müsəlmanlara lağlağa ediblər, müsəlmanlarla istehsə edirlər. Müsəlmanların öndəri ilə Muhammed sallallahu aleyhi və səlləmlə istehsə edirlər. Nə deyirlər? Deyirlər ki, 9 yaşında qızla evlənib. Nə bilim, onda bir xüslət olub, onda bu olub. Dedikləri də bir hadisədir. Ətrafını bəziyirlər, biraz oradan danışırlar, biraz buradan danışırlar. Elə bir kişiyə dil uzadırlar ki, həmin o kişi elə bir izzət sahibi olub ki, elə bir iffət sahibi olub ki, elə bir namus və şərəf sahibi olub ki, Yahudilər bir qadının paltarını qaldırıb ona sataşdıqları zaman aleyhissalatu vesselam o qadın üçün ordu çıxardır. Müslümanların namusuna sataşdığından dolayı Yahudilər aleyhissalatu vesselam bir ordu hazırlayır, bir ordu çıxardır. Bunu dilə gətirən kostyumlu alçaqlar bir verilişdə oturur və qızına baxır, deyir ki, sən mənim qızım olmasaydın, mən muhtemelen səndən yatardım, deyir. Mən muhtemelen sənlə ilişkiyə girərdim, deyir. Sən çox gözəlsən, deyir. Bunu dilə gətirib ümmətin öndərinə, hansı ki bir qadına sataşıldı deyə bir ordu çıxardan aleyhissalatu vesselamə belə alçaqlar dil uzadan hala gəldilər. İnsanlara dedilər ki, Müslümanlıqda filan əməllər var. Müslümanların kitablarında çox evlilik var. Müslümanların kitablarında bilməm nə var. Eyni alçaqlar, eyni dəyyuslar nə etdilər? Dedilər ki, bacı qardaş, əgər onların bir xəstəliyi olmayacaqsa, onların evlənməsində bir problem yoxdur. Ana ilə balanın evliliyində bir sorun yoxdur. Eyni alçaqlar çıxdılar, dedilər ki, uşaqlara öyrətməyin cinsiyyəti nədir? Qızsanmı, oğlansanmı? Bıraq dedi böyüsün, böyüyəndən sonra özü qərar verər, qızdımı, oğlandımı? Eyni alçaqlar dedilər ki, valideynə ata-ana demək olmaz. Valideyndir. Ata-ana desən, deyir, başı qarışar, deyir. Birdən cinsiyyət seçər. Böyüyəndə deyər ki, mən kişiyəmsə, mən ata olmalıyam, o qızdırsa, mən ana olmalıyam. Elə olmaz, dedilər. Eyni alçaqlar İslam'a dil uzadırlar. Eyni dəyyuslar Müslümanların iffəti ilə bağlı danışırlar. Və bu da görürsən ki, avam olan insanlara elə bilirlər ki, İslam gericilikdir. Bunlar modern olan insanlardılar. Bunlar insanların önünə kostyumla çıxırlar. Bunlar insanların özündə insanları islah edirlər. Subhanahu wa ta'ala bu insanların halını xəbər verir. Və izə qilə ləhum la tufsidu fil ard. Onlara deyində ki, yer üzərində fəsad çıxartmayın. Qalu innəmə nəhnu muslihun. Biz yer üzərində islah edicilərik. Özlərini məgər elə aparmırlar. Bir yerdə savaş olur, bunlar barışdırırlar. Bir yerdə bir şeylər olur, bunlar başqa bir şeyə keçirlər. Özlərini o yerə qoyurlar. Biz yer üzərində islah edicilərik. Allah Azza və Cəllə Allah Subhanahu wa Ta'ala onlar haqqında deyir ki, Ələ innəhum humul mufsidun vələkin la yəş'urun. Onlar əsl fəsad törədənlərdir, deyir Allah Azza və Cəllə. Lakin bunu özləri də hiss etmirlər. Onlar yer üzərində fəsadın başıdırlar, deyir Allah Azza və Cəllə. Onlar yer üzərini fəsada törədənlərdir, deyir Allah Azza və Cəllə. Lakin onların halına baxdığın zaman, onların duruşlarına baxdığın zaman, insanların gözündə onlara baxdığın zaman dünyanı islah edən, dünyanı qurtaran alçaqlıqlarından başqa insanlara danışacaqlarımız heç bir fəziləti yoxdur.